Salam, mən Səadət. Sizə Kimya 7-ci sinif yeni dərslikdən 2-ci bölmə 1-ci mövzu olan atomun quruluşu mövzusunun tapşırıq izahlarına baxacağıq. Eynisə keçirik tapşırıqlara. Birinci sual, öyrəndiklərinizi tətbiq edin. Deyir ki, İngilis kimyaçısı John Daltonun atom maddənin bölünməz hissəciyidir fikri müasir tədqiqatlara görə düzgündürmü? Fikrinizi əsaslandırın. Xeyr, John Daltonun atom maddənin bölünməz hissəsidir fikri müasir tədqiqatlara görə tam doğru deyil. Müasir tədqiqatlar atomun daha kiçik hissələrindən ibarət olduğunu sübut edib. Bu kəşflər sayəsində bildirilib ki, atomlar proton, neytron və elektronlardan ibarətdir, yəni bölünə bilən strukturlara malikdir. Daltonun nəzəriyyəsi tarixi baxımdan əhəmiyyətlidir, amma kimyanın əsaslarını formalaşdırsa da, bu müasir fizika, kimya atomun daha mürəkkəb quruluşlu olduğunu sübut edib. Bu səbəbdən onun atom bölünməzdir fikri artıq elmi cəhətdən düzgün sayılmır. Keçək ikinci sualına. İkinci sualımızda deyir ki, elementimiz berilyumdur. Proton sayı A ilə verilib, neytron sayı B ilə verilib. Bunu karbon verib sonra A plus 2 proton sayı, neytron sayı isə B plus 1 verilib. A variantında deyilir ki, səhifə 38-cidə verilmiş berilyum atomunun modelindən istifadə edərək karbon atomunun proton, neytron və elektron sayını hesablayın. Keçək 38-ci səhifəyə baxaq. Deməli, burada baxın verilib berilyum 38-ci səhifə. Burada verilib berilyum. Biz də görürük ki, protonumuzun sayı qeyd edək burada. Proton 4. Elektron da 4. Deməli, protonla elektron bərabərdir. Bu da 4-ə bərabərdir. Neytronumuz isə 5-dir. Tamam. Proton, elektron 4, neytron isə 5-dir isə proton sayımız dedik ki 4, neytron sayımız 5-dir. Burada deməli karbonda olacaq 6 çünki 4 A'ya bərabərdir. Bu da neytron sayda olacaq 6. Sonra proton, neytron, elektron sayını hesablasaq, deməli biləcəyik ki, elektron sayı bərabər olacaq 6-ya. Yəni 2-də 6 olacaq. Sonra keçirik B variantına. 2 elektronu atomun birinci, digərlərini isə ikinci elektron təbəqəsinə yerləşdirməklə karbonun atom modelini dəftərinizə çəkin. Gəlin çəkək. Deməli, B variantı nə deyirdi? 2 elektronu atomun birinci, digərlərini isə ikinci elektron təbəqəsində yerləşdirməklə karbonun atom modelini dəftərinizə çəkin. Deməli, 2 elektronu yerləşdirək burada. Baxın. Mənfi. Bu da mənfi. Sonra 4-ündə qalacaq 4-də. Çünki baxın, elektron. Biz burada nə demişdik? Proton elektrona bərabərdir. Berilyumda. Ona görə burada da proton elektrona bərabərdir. Protonumuz 6-dırsa, elektronumuz da 6 olacaq. Deməli, 6-dan ikisi gedib birinci təbəqəyə, qalanları da ikinci təbəqədə 4 dənə olacaq, qalacaq. Bunlar da mənfi 1, 2, 3, 4 yazdıq. Sonra gəlir, bilirik ki, həmçinin proton, neytron da var idi. Onları da qeyd edirik mərkəzdə. Belə ki, 6 dənə dedik ki, axı proton var. Onları bax belə qeyd edəcəyik. Müsbət 1, 2, 3, 4, 5, 6. Sonra gələcək neytronlar da vardı. Neytronlar da belə 1. O da 6 dənədir. Baxın. Neytronlar da 6 dənədir. 1, 2, 3, 4, 5, 6. Belə qeyd edirsiniz. Bitir. Keçək öyrəndiklərinizi yoxlayına. Birinci sual, nə üçün proton və neytronun şərti kütləsi 1 götürüldüyü halda elektronun şərti kütləsi təqribən 0 qəbul edilir? Bunu açıq aydın şəkildə yazmışam. Proton və neytronun kütləsi təqribən bərabər, yəni 1. Elektronun kütləsi isə proton və neytronun kütləsindən 1840 dəfə kiçik olduğu üçün təqribən. Bu da elə 0,1 neçə eləyir. Ona görə elə 0 kimi şərt olaraq qəbul edilmişdir elektronun qiyməti. Keçək ikinci sualına. İkinci sual. Lityum atomunda 3 proton və 4 neytron olduğunu bilərək, onun müsbət, mənfi və neytral zərrəciklərinin sayını müəyyən edin. Baxın, burada verib ki, lityum atomunda. Atom deyəndə bilməliyik ki, proton və elektron bərabər olmalıdır. Yəni, mən protonu, elektronu bərabər götürüb 3 yazıram. Neytron da neytral olduğu üçün N 4 olacaq. Yəni, baxırıq, 3 A ilə nədir? Müsbət, yəni proton 3. B ilə nədir? Mənfi, yəni elektron. Yəni 3. Baxın burada 3, 3. Neytron, yəni neytral isə 4. B variantı. Cavabımız B variantı. Keçək digər suala. Üçüncü sualda deyir ki, 4 proton, 5 neytron və 4 elektrondan təşkil olunmuş berilyum atomunun nüvəsi neçə zərrəcikdən təşkil olunub? Fikrinizi əsaslandırın. Demək,
atomun nüvəsində neçə zərrəcik? Baxın, buna diqqət etmək lazımdır. Götürüb hamısını toplamaq olmaz. Nə üçün? Çünki atomun nüvəsində elektron yoxdur. O, xarici təbəqədə fırlanır. Atomun nüvəsi isə neytron plus protondan ibarətdir. Toplasaq, neytronumuzu verib 5, protonumuzu verib 4. Cavab 9 olacaq. Fikrimi də əsaslandırdım ki, atomun nüvəsi proton və neytrondan ibarətdir. Elektron yoxdur. Ona görə elektronu cəmləmək olmaz. Keçək digər suala. 4-də deyir, x, y vəziyyəti müəyyən edin. Atom nüvədən nüvə olacaq və elektron təbəqəsindən ibarətdir. Nüvə, dediyək bayaq, proton və neytrondan ibarətdir. Elektron təbəqəsi də elektronlardan ibarətdir. Bu qədər. Gələn videolarda hansı dərslərin, test nümunələrin, tapşırıqların izahını istəyirsinizsə, şərh bölməsində qeyd etməyiniz kifayətdir. Gələn dərslərdə görüşənədək. Sağ olun.